sıravi vətəndaşlardan tutmuş məmurlarına kimi, kasıb qardaşlarımızdan, bacılarımızdan tutmuş zənginlərə kimi. Allah sizi və ailənizi qorusun. Parniz Baku KVN komandasının üzvü tanınmış aktyor Tahir İmanov sosial şəbəkədə video paylaşaraq həm təşəkkür edib, həm də bəzi şəxslərə ismarıc göndərib. Tahir İmanov çıxışında bu çətin günlərdə ona və ailəsinə dəstək olan hər kəsə minnətdarlığını bildirib. Əziz dostlar, hörmətli xanımlar və cənablar, qardaşlar, bacılar. Parniz Baku ailəsi adından hər birinizə dərin təşəkkürümü bildirirəm. Bu sınaqlı, imtahanlı günlərdə bizə dəstək olan hər kəsə, sadə vətəndaşlardan tutmuş məmurlara, kasıblardan tutmuş zənginlərə qədər təşəkkür edirəm. Allah sizi və ailənizi qorusun. Hələlik isə bir daha çox sağ olun. Var olun. Allah millətimizi, xalqımızı, ölkəmizi qorusun. Aktyor həmçinin qeyd edib ki, bəzi dövlət qurumları da bu çətin zamanda onlara dəstək göstərib. Eyni zamanda o çıxışının sonunda xaricdə yaşayan bəzi şəxslərin və blogerlərin paylaşımlarına da toxunaraq bildirib ki, bu barədə növbəti videoda ətraflı danışacaq. Bəzi jurnalistlər, blogerlər də fikirlərini bildirdilər, amma bu haqda mən gələn videoda danışacağam. Sonda isə İmanov xalqı birliyə çağırıb və duasını belə ifadə edib. Allah millətimizi, xalqımızı, ölkəmizi qorusun. Onlar da öz fikirlərini söylədilər. Amma bu haqda mən gələn videoda danışacağam. Xəbər verdiyimiz kimi oktyabrın 4-ü axşam saatlarında İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Ağır qəzada həyatını itirən şəxslərdən 1990-cı il təvəllüdlü Rüffət Quliyev Bakıda Bright Tədris Mərkəzinin rəhbəri imiş. Hadisə vaxtı onun BMW markalı avtomobili saatda 150-160 km sürətlə idarə etdiyi bildirilib. Nəticədə avtomobil qarşı tərəfdən gələn Rəşad Ələsgərovun sürdüyü Mercedes-ə çırpılıb və hər iki sürücü hadisə yerində həlak olublar. Qəza nəticəsində daha 4 nəfər ağır xəsarətlər alıb. Qeyd edək ki, mərhumun 26 yaşlı qardaşı Mehman Ələsgərov da 2021-ci ildə yol qəzasında dünyasını dəyişib. Oktyabrın 6-sı saat 23:40 radələrində Bakıda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayon ərazisində Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan Nissan, Mercedes və Hyundai markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı Nərimanov rayon polis şöbəsində araşdırma aparılır. Şəmkirdə 11-ci sinif şagirdi Rəsul Ələddin oğlu Qəribov dünyasını dəyişib. Bu barədə onun təhsil aldığı Şəmkir rayonu Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məktəblinin hansı səbəbdən vəfat etdiyi barədə məlumat yoxdur. Ağdaşda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Əmirarx kənd ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes markalı minik maşını yolu keçən 2 nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər. Məlumata görə onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Sultanovadır. Faktla bağlı araşdırma aparılır. Mərkəzi Univermağda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb. Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun hesab edib. Hökmə əsasən Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Qeyd edək ki, 31 yaşlı Günay Muradəliyeva Mərkəzi Univermağda 3 nəfərdən satış üçün götürdüyü qızılları lambarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. O, pulları öz şəxsi məqsədləri üçün xərcləməkdə cinayət törədib. İstintaqla Günaya etibar edilmiş qızılların ümumi məbləği
103 min manat qiymətləndirilib. Lakin istintaqın əvvəllərində o ziyanın yarısından çoxunu ödəyib.